Artıq 2026-cı ildir və qarşıda bizi yeni hədəflər gözləyir. Əgər 2026-da daha planlı olmaq istəyirsənsə, onda bu video tam sənə görədir. İlk öncə ərazini seçib, ekranda gördüyünüz qısa yoldan istifadə edərək checkboxlar yaradıram. Daha sonra sequence və count funksiyalarından istifadə edərək ekranda gördüyünüz funksiyanı yazıram. Hal-hazırda xana boş olduğuna görə calculate xətası verdi, lakin xanaya dəyər daxil etdikdən sonra xətam itmiş olur. Digər funksiyaları da gördüyünüz ardıcıllıqla yazıram. Conditional formattingə gəlib data bar menyusundan show bar only-ni seçirəm. Bu hissədən progress bar üçün istədiyiniz rəngi seçə bilərsiniz. Mən yaşıl rəngə üstünlük verdim. Artıq hədəflər tamamlandıqca progress bardan inkişafı izləyə bilərəm. Və son olaraq bütün ərazimi seçib conditional formattingdən new rule hissəsinə gəlirəm. Ekranda gördüyünüz funksiyanı yazıram. Sabitləmələri düzəltdikdən sonra format menyusuna gəlib rəngimi seçirəm. Font menyusundan ekranda gördüyünüz hissəni seçirəm ki, hədəflər tamamlananda üzərindən xətt çəksin. Gördüyünüz kimi artıq cədvəlim hazırdır. Video faydalı olursa bəyənməyi və şərh yazmağı unutmayın. Hələlik.